Sonra başqa bir şərhdə də yazıblar ki, bəs oranın qiymətlərində fərq var. Yəni yeganə bəlkə də ciddi arqument bu qiymət məsələsidir. Amma qiymət də belə deyək də. İndi 21-ci əsrdir. İndi mən sizə bir dənə video kadr qoyuram. Baxın, Almaniyada yaşayan bir vətəndaş 100 avro ilə, yəni bizim pulla 200 manatla marketə daxil olur və marketdən görün nələr alır. Yəni təsəvvür edin, bu 100 avro Almanın, belə deyək, bir gündə qazandığı puldur. Yəni Alman bir gün işləməklə 100 avro qazanır və həmən o 100 avro ilə də marketə girir və baxın marketdən nələr ala bilir. İndi fikirləşin ki, Azərbaycanda da minimum əmək haqqı ilə işləyən bir vətəndaş bir günə məsələn 18 manat, 20 manat əmək haqqı alır. İndi gəlin özünüz müqayisə edin. 20 manatla marketə girən Azərbaycan vətəndaşı nə ala bilər marketdən? Səbəti nə qədər doldura bilər? Baxın, Almanın doldurduğu səbət budur. İndi bir gün işləyən Azərbaycan vətəndaşı minimum əmək haqqı ilə 18 manat, 20 manat, 25 manat, 30 manat maaş alır. Baxın, bu gördüyünüz səbətin neçə faizini doldura bilər? Yəni bu da qiymət müqayisəsi. Düzdür, qiymət orada müəyyən mənada Azərbaycandan biraz bahadır. Ümumi götürək. İndi elə şeylər var ki, Almaniyada ucuzdur. Məsələn, texnikalar, telefonlar, avtomobillər və s. Almanlar onu özləri istehsal etdiyi üçün təbii ki, orada onlar ucuzdur. Yəni elə məhsullar var ki, Almaniyada bizdən ucuzdur. Elə məhsullar var ki, Almaniyada bizdən bahadır. Ümumilikdə yenə də bu heç nəyə dəyişmir. Hə, müəyyən fərqlər ola bilər, müəyyən məsələlərdə bahalaşma ola bilər, amma ümumi mənzərə eynidir. Almaniya və Azərbaycan arasında sosial rifahda, əmək haqqılarda, insana verilən dəyərdə yer və göy arasında fərq var. Yəni bu ümumi reallığı dəyişmir.